Artıq 8 gündür ki ölkəmizin ev sahibliyi etdiyi COP29'da könüllülər də fəal iştirak edir. Günlərdir ki, COP-un keçirildiyi məkanda 80 minə yaxın qonağa 3000 könüllü xidmət göstərir. Əməkdaşımız Rəşad Vəkiloğlu da COP29'da çalışan könüllülərdən sujet hazırlayıb. Bərabər izləyək. Tədbirə qatılan hər kəs könüllülərin köməyindən istifadə edir. Onlar təkcə COP29'un keçirildiyi məkanda deyil, eyni zamanda qonaqların hava limanından qarşılanması, otellərə yerləşdirilməsinə kimi proseslərdə könüllülük fəaliyyəti ilə məşğul olurlar. Gün ərzində 10 minlərlə qonağa istiqamət verib kömək edirlər. Belə fəaliyyətlər də bu istiqamət üzrə qurulub. İçərilərində həm Azərbaycanlı, həm də xarici könüllülərdən ibarət komandalar fəaliyyət göstərir. Əsasən də universitet tələbələrindən formalaşıb bu könüllülər. Könüllülər COP29'un keçirdiyi Olimpiya mərkəzində həm yaşıl, həm də mavi zona üzrə bölünüblər. Mən COP29'da könüllüyəm, qonaqları qarşılayıram, yol tapmağa kömək eləyirəm və ya hansı suallar olsa mən onlara kömək eləyirəm, suallarına cavab verirəm. Həm COP-un mahiyyəti olsun, həm biz necə qonaqlarla qarşılaşa bilərik, qonaqlarla necə yola getməliyik. Məsəl üçün, neynəsək tam ki, qonaqların xoşuna gəlməyə bilər, neynəsək gələ bilər və həm bunları nəzarət etmək üçün bizə supervisorlar, yəni bizə rəhbər verilir. Əsas öhdəmizə düşən vəzifə ölkəmizi burada layiqincə təmsil etməkdir. Azərbaycanın qonaqpərvərliyini ən gözəl şəkildə göstərmək məncə başlıca bizim rolumuzdur. 16 min gənc könüllü olmaq üçün müraciət etsə də, onlardan yalnız 3000'i COP29 könüllüsü olmaq şansını qazanıb. COP29 könüllüləri tədbirdən əvvəl xüsusi təlimlərdə də iştirak ediblər. Ümumilikdə 3000 nəfər könüllü insanların gələn bizim qonaqlarımızın hava limanında qarşılanmasından tutmuş, ərazidə yönləndirilməsi, plenar otaqlarda onlara dəstək olması, tərcümə aparatlarının paylanılması, mediaya dəstək və fərqli sahələrdə kömək edərək bu tədbirin, bu proseslərin uğurla həyata keçirilməsinə yaxından dəstək olurlar. COP29'da ilkin yardım göstərmək üçün mavi və yaşıl zonada dispetçer xidməti də fəaliyyət göstərir. Bura isə tibbi təhsilli tələbələr və digər tibb işçiləri daxildir. Onlar ərazilər üzrə bölünüblər və bu ərazidə məsələn hər hansı bir qonağın, iştirakçının səhhətində kiçik bir problem yaranarsa, burada çalışan ilkin tibbi yardım əməkdaşlarına yaxınlaşırlar və onlar bütün tibbi ləvazimatlarla da təchiz ediliblər və dərman verilir. Əgər həmən şəxsin səhhətində böyük bir problem yaranarsa, bu anda könüllülər, tibbi könüllülər onları məntəqələrdəki həkimlərə yönləndirirlər. Əgər kiminsə tibbi, yəni səhhəti ilə bağlı bir problemi varsa, bizə yaxınlaşırlar və yaxud biz özümüz onlara yaxınlaşırıq. Yüngül bir şikayətdirsə, biz orada yerindəcə dəstək oluruq. Əgər daha ciddi bir problemdirsə, tibb məntəqəsinə göndəririk. Orada həkimlər artıq lazımlı dəstəyi, köməyi göstərirlər. Qeyd edək ki, COP29'da fəaliyyət göstərən könüllülərdən 100-ə yaxını xarici ölkə vətəndaşıdır. Rəşad Vəkiloğlu, Günəş Şahmalı qızı, Space xəbər.